Bugündən Azərbaycanın daxili su hövzələrində sənaye məqsədli balıq və digər su ovu qadağan olunur. Daha doğrusu məhsulları qadağan olunur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib. Daha geniş informasiyanı isə Rəqsanə İbrahimzadə qonağı ilə birgə bizə çatdıracaq. Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, vurğuladığın kimi bugündən etibarən ölkə ərazisində bəzi su hövzələrində balıqların, eyni zamanda bəzi bioresursların ovlanması qadağan edilir və bu qaydanı pozanlar da Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılacaq və bu baxımdan da bu istiqamətdə addım atmaq istəyir şəxslər diqqətli olsunlar. Söhbət hansı su hövzələrindən gedir və eyni zamanda bu qanunla necə tənzimlənir? Daha təfərrüatlı informasiyanı ilə hazırda qonağın Balıq Ovunun Təşkili Şöbəsinin müdiri Yaqub İbrahimdən əldə edəcəyik. Xoş gördük, Yaqub bəy. Buyurun, suallarımıza cavabı, detalları sizdən eşidək. Bildiyiniz kimi bu gündən etibarən daxili su hövzələrində sentyabr ayının 1-nədək balıq və digər su hövzələrinin ovuna qadağa müddəti başlayır. Qadağa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 iyun 243 nömrəli qərarı ilə həyata keçirilir. Qadağanın məqsədi balıq və digər su hövzələrinin bərpası, qorunub artırılması və eyni zamanda balıqların sərbəst şəkildə çürüləməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Qadağan olunmuş ərazilər daxili su hövzələri üçün Kür və Araz sayları, Şəmkir, Yenikənd, Mingəçevir su anbarı, eyni zamanda Sarısu göldür. Bu ərazilərdə sentyabr ayının 1-dən balıqçılar sərbəst şəkildə yenidən öz balıq ovunu həyata keçirə bilərlər. Eyni zamanda vurğulamaq istəyirəm ki, qanunsuz balıq ovu və balıq və digər su hövzələrinin ovunun qaydalarının pozulması, İnzibati Xətalar Məcəlləsi və cinayət məsuliyyətinə səbəb olur. Bu nöqteyi nəzərdən bütün balıqçılarımızı qanunları əməl etməyə və balıqların ehtiyatlarının qorunmasına xidmət etməyə çağırırım. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, bugündən etibarən ölkə ərazisində sadalınan su hövzələrində balıqların və bioresursların ovlanması qadağan edilir və qaydanı pozanlar da dediyimiz kimi müəyyən bir məbləğə cərimə olunacaqlar. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı çatdırdığına görə.